Dünyanın ən çoxsaylı ordusu, yəni hərbi personalına görə nə Amerika Birləşmiş Ştatları, nə Çin Xalq Respublikası, nə də Rusiya Federasiyası ilk üçlükdə deyil. Hər kəsi ürəkdən salamlayıram. Xəritələr və Xalqlar kanalında sizləri görməkdən olduqca məmnunam. Necəsiniz? Ümid edirəm işləriniz qaydasında gedir, yolundadır hər şey və bizi izlədiyiniz üçün sizlərə sonsuz minnətdarıq. Göz haqqınızı halal eləyin. Bu gün yeni maraqlı bir mövzu ilə sizlərləyik. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun ISS-nin 2025-ci il üçün açıqladığı hesabatda dünyanın ən çoxsaylı ordularına malik ölkələrinin siyahısı təqdim olunub. Xəbər saytları bu barədə yazıb, siyahıda 7,5 milyon əsgərlə Şimali Koreya liderlik edir. Yəni burada təkcə əsgərlərdən söhbət getmir, əsgərlər, hərbiçilər, yəni bütün hərbi personal. Həmçinin ehtiyatda olanlar da yəqin ki, bura əlavə olunub. Onu 6,6 milyon hərbiçi ilə Cənubi Koreya, hansı ki Şimali Koreya ilə Cənubi Koreya arasında olan münasibətlər hər birimizə məlumdur və 5,4 milyon hərbiçi ilə Vyetnam izləyir. 4-cü yerdə Hindistan 4,2 milyon və bu çox qəribədir. Əhalisi 25 milyon olan Şimali Koreyada 7 milyon 500 min, milyard yarım olan Hindistanda 4,2 milyon. 5-ci yerdə isə Rusiya 3,2 milyon. Yəni siyahı belə qərarlaşıb. Çin 3 milyondan bir çox hərbiçi ilə 6-cı sırada yer alır. Dünyanın ən böyük hərbi büdcəsinə malik ölkə isə təbii ki, Amerika Birləşmiş Ştatları yalnız 2,1 milyon əsgərlə 9-cu yerdə qərarlaşıb. Və əlbəttə Amerika Birləşmiş Ştatlarının hərbi büdcəsi ağlasılmaz dərəcədə çoxdur. Bu isə müasir döyüş anlayışına sayda çox texnologiya və peşəkar qüvvələrin ön planda olduğunu göstərir. Qonşu və qardaş ölkə Türkiyə 894.700 hərbiçi ilə 13-cü yerdə qərarlaşıb. Siyahıya əsasən Azərbaycan 383.200 hərbiçi ilə dünyanın ən çoxsaylı ordulara malik ölkələri sırasında yer alır. Və bu göstərici ilə Azərbaycan regionda hərbi güc baxımından önəmli mövqe tutur. Siyahının ilk onluğu ilə yenidən tanış olaq. 1-ci yerdə Şimali Koreya 7,5 milyon, 2-ci yerdə Cənubi Koreya 6,6 milyon, 3-cü yerdə Vyetnam 5,4 milyon, 4-cü yerdə Hindistan 4,2 milyon, onun ardınca Çin 3 milyon 400 min, ardınca Rusiya 3 milyon 200 min, ardınca Amerika Birləşmiş Ştatları və Braziliya hər biri 2 milyon 100 min, ardınca Tayvan 1,8 milyon, ardınca Pakistan 1,5 milyon və ilk onluq budur. Lakin başqa bir mənbə The Global Firepower'ın araşdırmalarına görə dünyanın ən güclü orduları bu şəkildədir. 1-ci yerdə Amerika Birləşmiş Ştatları, 2-ci yerdə Rusiya Federasiyası, 3-cü yerdə Çin Xalq Respublikası, 4-cü yerdə Hindistan, 5-ci yerdə Cənubi Koreya, 6-cı yerdə Birləşmiş Krallıq, 7-ci yerdə Fransa, 8-ci yerdə Yaponiya, 9-cu yerdə Türkiyə, 10-cu yerdə İtaliya. Ardınca isə Braziliya, Pakistan, İndoneziya, Almaniya, İsrail, İran, İspaniya və digər ölkələr gəlir və təəssüflər olsun ki, bu 50-likdə mən Azərbaycanı görə bilmirəm. Amma məsələn, az öncə adı çəkilən 1-ci yerdə olan Şimali Koreya bu siyahıda 34-cü yerdədir, Tayvan 22-ci yerdədir. Nəhayət sonda isə bizə bunu demək düşər ki, Allah Azərbaycan ordusunu qorusun, ordumuz var olsun, Allah əsgərlərimizi qorusun, hərbiçilərimizi qorusun, qazilərimizi qorusun, Allah şəhidlərimizə rəhmət eləsin.